Salam aleykum, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün bir neçə sualı cəmləşdirəcəm. Bu işçilərin haqq hesab sənədləri ilə bağlı. Həm işə götürən tərəfindən suallar ünvanlanır, yəni bu haqq hesab sənədləri necə tərtib olunmalıdır, tərkibində nələr olmalıdır. İşçilər tərəfindən sual ünvanlanır, haqq hesab sənədləri bizə verilməlidirmi? Yəni onu necə tələb etməliyik, oradan hansı formada göstərilməlidir haqq hesab sənədinin tərkibi hissəsi. Bununla bağlı ilk öncə Əmək Məcəlləsinin 173-cü maddəsində işçilərin haqq hesab sənədləri işə götürən tərəfindən tərtib edilməsi. Yəni burada işə götürən tərəfindən əgər mühasibatlıq şöbəsi yoxdursa, birbaşa direktor tərəfindən tərtib oluna bilər. Amma maliyyə mühasibatlıq şöbəsi varsa, artıq mühasibat tərəfindən haqq hesab sənədləri hazırlanacaq. İşə götürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq hesab sənədlərini tərtib etməlidir işə götürən. Yəni burada kitabça, vərəq, çeklərin hamısından söhbət gedir. İşçilərin haqq hesab sənədlərində hansı məlumatlar göstərilməlidir? Buna baxaq. Burada olacaq hesablanmış əmək haqqının ümumi məbləği, əmək haqqına əgər əlavə varsa, mükafat verilirsə, digər ödəncilər varsa, məsəl üçün gecə pulu, overtime, yəni artıq pul, bayram günü işlədiyinə görə pul və s. Onların növü və məbləğləri, əmək haqqından tutulan məbləğlər, yəni dövlət tərəfindən tutulan məbləğlər, Dövlət Sosial Müdafiə Fonduna tutulmanın adı, növü, səbəbi və məbləği, yəni vergi tutulursa, sosial tutulursa, işsizlikdən sığorta, tibbi sığorta və yaxud da hansısa bir icra sənədi üzrə işçinin əmək haqqından nəsə tutulursa, bu tutulmaların həm adı göstərilir, həm də məbləği təbii ki, və faktiki ödənilən məbləğ, yəni net məbləğ, karta köçən və yaxud əllə veriləcəksə, əllə veriləcək məbləğ göstərilməlidir. Yəni tərəflərin birinin digərinə ödənilməmiş pul borcu, yəni pul borc qalğı varsa, onun məbləği də orada görsənəcək. Yəni işçi avans verilibsə, o həmin hissəsi olacaq, yəni avans hissəsinin altında göstəriləcək və yaxud da işçinin şirkətə borcu varsa, işə götürən şirkətə işçiyə borcu varsa, hər biri orada göstəriləcək haqq hesab sənədində. Daha sonra haqq hesab sənədləri onlar tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Baxın, əslində burada bir neçə nüansdan biri, əsas nüans budur ki, əmək haqqı verilərkən işçiyə də təqdim olunmalıdır. Bunu belə çox adam bilmir və praktikada çox tətbiq olunmur deyə bunu tələb edən yoxdur. Yəni işçi əgər stabil özü hesablama bir dəfə aparıbsa və yaxud da mühasibatlıqdan bir dəfə alıbsa, misal üçün özəl müəssisədə işləyir 898 manat 29 qəpik əmək haqqıdır, köküdür əmək haqqının, yəni gross məbləğ. Və özü internetdən də araşdırır və yaxud da mühasibatlıqdan da haqq hesab cədvəlini alır, görür ki, bunun neti 800 manatdır. Artıq işçi görürsə, hər ay stabil olaraq normal iş qrafiki ilə işləyir, yəni nə overtime yoxdur, nə qeyri-işçinin işə cəlb olunması yoxdur. Artıq burada o haqq hesab sənədini tələb etməyə ehtiyac yoxdur. Çünki o bilir ki, 898.29-un neti 800 manatdır və hər dəfədə 800 manat kartına köçür, hər hansı bir şübhəli məqam olmur. Yox, əgər işçi görsə ki, rəqəmlərdə fərqlilik var, məsəl üçün bu məvzuda çıxarkən fərq olur, bayram günü işə çıxarkən fərq olur və yaxud da işdən çıxarkən son haqq hesab zamanı, yəni onu tələb etməyi əslində lazımdır işçinin. Və Əmək Məcəlləsində 173-cü maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, yəni ödənilməsi və onun tutulmaların aparılması, yəni mühasibatlıq hesablamaları kağız və yaxud da kompüter proqramları vasitəsilə aparıla bilər. Kompüter proqramı vasitəsilə aparılarsa, o kompüter yaddaşında saxlanılır və yenə də işçinin tələbi ilə, xahişi ilə çap edilib işçiyə verilir. Hər dəfə yəni əmək haqqı hesablanıb verilərkən. İndi bildiyiniz kimi hal-hazırda elektronlaşıb əmək müqavilələri, əmək müqaviləsi elektron sənəd formasında, yəni SIMA vasitəsilə bağlandıqda artıq bu maddədə, yəni 173-cü maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təmin edilir. Yəni işə götürən sizin oradakı şəxsi kabinetinizə onu göndərə bilər, sizin tələbinizə əsasən. Dostlar,
Bundan növbəti dərsdə, bundan sonraki dərsdə əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi haqqında danışacağam. Bizi izləməkdə qalın. Təşəkkür edirik.